Vəfa Musayeva Everesti fəth edən ilk Azərbaycanlı qadın oldu. Vəfa Musayeva Azərbaycan idmanı tarifinə düşüb. Vəfa bu uğuruna mayın 15-də imza atıb. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü Azərbaycan alpinistidir. 2007-ci ildə İsrafil Aşurlu, 12 il sonra Vadim Bokyachko buna nail olublar. Düzdür, daha 2 Azərbaycan əsilli idmançı Everestə yüksəlib. Amma buna 2013-cü ildə sevinən Murad Aşurlu Rusiya və Amerika Birləşmiş Ştatları vətəndaşı kimi zirvəni fəth edib. Everestə qalxan ilk Azərbaycan əsilli qadın isə Elmira Aslanova olub. O, 2023-cü ildə Ukrayna vətəndaşı kimi bunu bacarıb. Qeyd edək ki, hündürlüyü 8848 metr olan Everestə ilk dəfə 1953-cü ildə Nepallı Tenzing Norgay və Yeni Zelandiyalı Edmund Hillary çıxıblar.